2025-ci ilin yanvar-aprel aylarında Muxtar Respublikada ümumidaxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub. Dövlət Statistika Komitəsinin təqdim etdiyi 4 aylıq sosial-iqtisadi inkişaf göstəricilərində buna dair məlumat yer alır. 2025-ci ilin yanvar-aprel aylarında Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8% artaraq 1009 manat olmuşdur. 2025-ci ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49 milyon 73 min 300 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 34,5% çoxdur. Əsas kapitala vəsait qoyuluşunun 31 milyon 917 min manatı və ya 65% tikinti quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çoxdur. Cari ilin yanvar-aprel aylarında Muxtar Respublikada 59 milyon 479 min 500 manatlıq kənd təsərrüfat məhsulu istehsal olunmuşdur ki, bunun da 4 milyon 253 min 800 manatı biçicilik sahəsi üzrə, 55 milyon 225 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1% artmışdır. Hesabat dövründə Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 3 milyon 331 min 800 dollarını və ya 8,4%-ni ixrac olunan məhsulların 36 milyon 493 min 270 dollarını və ya 91,6%-ni isə ithal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövr ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8%, o cümlədən ixrac 3,3%, ithal isə 15,9% artıb. Məlumatda əhalinin gəlirləri barədə o da qeyd edilib ki, Muxtar Respublika əhalisinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49% artaraq cari il aprelin 1-nə 28 milyon 125 min 800 manat təşkil edib. Həsən Məmmədov, xanım Rüstəmzadə, Nifti İbrahimov, NTV Xəbər.